Salam əziz İntibah TV izləyiciləri. Müharibə deyəndə çoxumuzun ağlına tanklar, təyyarələr, döyüş meydanları gəlir. Amma 21-ci əsrdə yeni bir cəbhə yaranıb. Bu cəbhədə nə səngər var, nə də ön xətt. Silah isə güllə deyil, məlumatdır. Kiber müharibə, gələcəyin görünməyən cəbhəsi. Müasir dövrdə dövlətlərin ən böyük sərvətlərindən biri məlumatdır. Bank sistemləri, elektrik şəbəkələri, hava limanları, xəstəxanalar, rabitə, hətta dövlət qurumları kompüter şəbəkələri üzərindən fəaliyyət göstərir. Əgər bu sistemlərə kənardan müdaxilə olunarsa, bir ölkənin həyatı saatlar ərzində iflic ola bilər. Kiber müharibənin ən təhlükəli tərəfi odur ki, düşmən bəzən görünmür. O, 1000 kilometrlərlə uzaqda oturaraq başqa ölkənin informasiya sistemlərinə hücum edə bilər. Məqsəd isə yalnız məlumat oğurlamaq deyil. Məqsəd panika yaratmaq, iqtisadiyyata zərbə vurmaq, dövlətə olan etimadı sarsıtmaq və milli təhlükəsizliyi zəiflətməkdir. Artıq müasir müharibələr təkcə silahla aparılmır. İnformasiya və texnologiyada strateji üstünlüyün mühüm hissəsinə çevrilib. Kiberməkanda yayılan dezinformasiyalar, saxta xəbərlər və müxtəlif rəqəmsal hücumlar cəmiyyətə təsir göstərə bilər. Buna görə də informasiyanın düzgün yoxlanılması və rəqəmsal təhlükəsizlik hər bir istifadəçi üçün mühüm əhəmiyyət daşıyır. Bəs adi vətəndaş bunun qarşısında nə edə bilər? İlk növbədə güclü parollardan istifadə etməli, şəxsi məlumatlarını qorumağa diqqət yetirməli, tanımadığı keçidlərə daxil olmamalı və məlumatın mənbəyini yoxlamalıdır. Çünki kiber təhlükəsizlik yalnız dövlət qurumlarının işi deyil. Hər bir internet istifadəçisinin məsuliyyətidir. Bugün bir ölkənin gücü yalnız ordusunun sayına görə ölçülmür. Onun rəqəmsal infrastrukturunun dayanıqlığı, texnologiya sahəsinə hazırlığı və kiber təhlükəsizlik imkanlarının da mühüm rol oynayır. Bugün Azərbaycanda da rəqəmsallaşma və informasiya texnologiyalarının inkişafı dövlət siyasətinin ən mühüm istiqamətlərindən biridir. Prezident İlham Əliyevin rəhbərliyi ilə rəqəmsal transformasiya, innovasiya və süni intellekt sayəsində müxtəlif layihələr həyata keçirilir. Xüsusilə də işğaldan azad olunmuş ərazilərdə ağıllı kənd və ağıllı şəhər konsepsiyalarının tətbiqi müasir texnologiyaların dövlət quruculuğunda və dayanıqlı inkişafda rolunu göstərən mühüm nümunələrdəndir. Ancaq texnologiyaların inkişafı ilə yanaşı, kiber təhlükəsizlik də eyni dərəcədə vacibdir. Rəqəmsal sistemlər nə qədər genişlənirsə, onların etibarlı qorunması da bir o qədər əhəmiyyət qazanır. Çünki gələcəyin güclü dövləti yalnız texnologiyalara sahib olan deyil, həm də həmin texnologiyaları təhlükəsiz şəkildə qoruya bilən dövlətdir. Gələcəyin müharibələri təkcə torpaq uğrunda deyil, məlumat, texnologiya və rəqəmsal üstünlük uğrunda da aparılacaq. Buna görə də kiber təhlükəsizlik artıq seçim deyil, milli təhlükəsizliyin ayrılmaz hissəsidir. Diqqətiniz üçün sağ olun.